salamlayıram. Bugün birlikte Novruza ait olan bir yere geleceğiz. Adı Torpaq əlimdə, bahar qucağım, bahar ürəyimdədir. Getdik. Cənab millət, gəlmişik, giriş eləmişik. İlk olaraq bizi gördüyünüz kimi stendlər qarşılayır. İndi günlük burada olan, gəl. Günlük burada olan yeməklərdən hamısından olmasa da bəzilərindən biraz dadmağa çalışacağıq. Getdik. Deməli gəldik Dolu Tosun qabağına. Videonun başında biraz utanırdım. İndi yavaş-yavaş özümə gəldim. Dolu Tosun qabağına gəldik. Görmüşdüm bunu xaricdə, Amerikada falan, xaric səhifələrdə dəfələrlə görmüşdüm. Cipsilərin içinə, yaxınlaşın zəhmət olmasa, cipsilərin içinə gördüyünüz kimi cürbəcür kök ingredientlər deyək, təbirlər, onları qatırlar, soslar falan və istəyə uyğun şəkildə hazırlayırlar. Qiyməti 8 manat. Götürdük Dolu Tosumuzu, gəldik. Yuxarıda yer var əyləşmək üçün. Belə bir yerdir. Bismillah eləyək, inşallah dadına baxaq. Göz haqqı zalal eləyin. Bismillah. Möhtəşəm. Çox gözəl, çox qəşəng. Yoxlamağa dəyər. Həqiqətən də. İndi bunu yeyib bitirək. Növbəti yeməyimizə keçək. Dolu Tostdan sonra gəldik, hara? Gəldik gözəl kompir yeməyə. Kompirdir, içərisində nə vuracaq heç bir fikrimiz yoxdur. Amma Dolu Tostun dadı pis deyildi, yaxşı idi. Çox gözəl idi. Tövsiyə edirəm, yoxlamağa dəyər. Amma öz fikrimi açıq şəkildə sorsan, bir də yeyərsən, bir də yeməyə açılır. Gəlin zəhmət olmasa bir də yaxından çəkin. Deməli, burada istəyə uyğun, nə istəyirsinizsə, hamısından içərisinə qatırlar. Kompiri sizə təhvil verirlər. Sonra da nə edirsiniz? Hara oturursunuz? Oturursunuz gözəlcə bura. Hazırlasınlar, dadına baxın. Möhtəşəm. Bir sözlə, həqiqətən özüdür.
9 manat ödəən şey də deyil. 9 manata çox gözəl şəkildə doyar. Altı manatadır. Biz az porsiyon götürdük və yanında istədiyiniz turşulardan buradan əlavə olaraq götürə bilərsiniz. Bismillah eləyək dadına baxaq. Yemək yedik, doyduq. İndi isə gəldik çay içməyə və şirniyyatla, desertlə sonlandırmağa və salfetkamız da uçdu. Çay tezin çaydır, 50 qəpidir. Instagram səhifəsinizdə siz 50 qəpidir. Instagram səhifəsindən isə 70 qəpidir. Və burada yeyilmiş bir ədəd kameraman tərəfindən avcı gözdəsinə yeyilmiş İzmir bomba var. Dedim, saxla, gözdə də bir YouTube video çəkirik, bəs bunu qoyaq eləyək. Sonra yeyərsən, dedi, yox, mən acından ölürəm, sən səhərdən mənə yemək vermirsən, mütləq şəkildə mən bunu yeməliyəm daha sonra. Eybi yox, kameraman dedi, neyim və bismillah eləyək. Zəhmət olmasa yaxın kadra gəlin. Oh my god. Oh my god! Wow! Bəli. Dadını heç bilmirəm, indi mən yedim də. Dad olaraq çox qəşəng dadı var, sadəcə yağ olaraq biraz çox yağlıdır, bir balaca. Amma dad olaraq çox gözəldir. İnsan şəkəri qalxar bunun hamısını yesə. Şəkəri qalxar, yoxsa təzyiq qalxar.